Salam dostlar, xoş gördük sizi. Mənə elə gəlir bir uzun fasilə verdi və uzun fasilədən sonra bizim bugünkü növbəti qonağımız gördüyünüz bir çox filmlərin səs rejissoru, tərcüməçisi, redaktoru, hətta bu yaxınlarda öyrənmişəm ki, karyeraya müğənniliklə başlayan Ülviyə Heydərovadır. Xoş gördük Ülviyə. Xoş Salam, gəlmisən. xoş gördük. Necəsiz? Biz yaxşıyıq. Sən necəsən? Çox sağ olun, mən də yaxşıyam. Yaxşı olasan. Aktyorlar idi çoxdan qonağımız. Yəqin ki, istərsəməz bir gözlənti də var idi ki, nə vaxt Kadr səs arxası rejissoru, əməkdaşlardan rejissor, kim gələcək? tərcüməçimiz gələcək. Yəni planda var bunlar və bu aktyorlar ki, danışırlar, müəyyən bir şeylər səs rejissorları barədə də, proses barədə də yəqin ki, bir Eşitdim. yığılan bir enerji var ki, məlumat var ki, cavab var ki, onların hamısını bu gün biz burada müzakirə eləyəcəyik və həmin başda rəhim olmaqla cavablandıracağıq. İnşallah. Əslində bizim danışıqlarımız dublyajın inkişafına xidmət eləyir. O sözlər də, fikirlər də təbii ki, gələcəkdə dublyajın daha peşəkar şəkildə tamaşaçıların ixtiyarında olması, onların daha çox dublyajı bəyənməsi və buna xidmət eləyir. Bu gün də bu məqsədlə Ülviyə xanım, sən Sözsüz bizim ki, qonağımız sözsüz ki, razıyam. daha çox aktyorlar idi, yəni öndə görünən, həm də səsləri gələn, amma tamaşaçılar üçün maraqlıdır ki, kadr arxasında nələr baş verir. Kadr arxası Bəli, qəhrəmanlar. yön verən var. Bu işin hasil olması üçün böyük bir komanda işləyir. Yəni bu iş tək aktyordan ibarət deyil. Və nəzərə alsaq ki, bizim ölkəmizdə hələ də bu sahənin universitetdə ixtisas olaraq tədris olunmur. Bunun çətinlikləri və üstəgəl saydım, nə qədər şey saydım, yəni bir onu birində olan bir insan olaraq gəl mərhələ başlayaq. Ülviyə, yəqin ki, bu sənin bu dublaja sevgindən irəli gəlir də. Bax, universal sayılırsan. Mərhələ Rövşənin sözünə qüvvət. Bunlar nədən başladı bu maraq və sonda hətta bu gün tərcüməyə qədər, redaksiyaya qədər sən nəzarət eləyirsən və yönləndirirsən. Suallarınızı cavablandırım, amma ilk növbədə uşaqlar, bu mənim cüzdanım. Sizin verilişin formatından xəbərim var. Mən həyəcanlı olanda rus sözlərindən istifadə edə bilərəm. Bu demək deyil ki, mən öz dilimi bilmirəm, mükəmməl bilirəm. Sadəcə həyəcanlı olanda olur da insanıq. Ona görə saymayın. Gedəndə halal xoşunuz, içində nə var sizindir? Amma Nəsə var da içində. Var. Halal xoşunuz olsun, dostlara can qurban. Deməli, Rövşən, sən onlar da səninlə müraciət əlbəttə, edə bir-birimizə, özümüz- çünki Bəli, neçə illik əməkdaşıq. Sən düz vurğuladın ki, bu sahənin məktəbi, bu sahədə məktəb olmamağı çox yaralı yerimizdir, doğrudan yaralı yerimizdir və mən alqışlayıram bizim aktyorları, həmçinin də rejissor, səs rejissorları ki, təməl məktəb olmaya biz bu həddə, bu səviyyəyə gəlib çıxmışıqsa, o artıq böyük bir uğurdur. Razıyam ki, biz hələ çox şey öyrənməliyik. Aktyorlarımız da, biz özümüzə peşəkar deyə bilmərik. Çünki bu sahəni biz öyrənə gəlmişik. 2006-cı ildən mən bu sahədəyəm. Artıq 20 ildir. Demək Liderdən olar, eyni başlamaq. vaxtda Lider gəlmişik. kanalından Eyni vaxtda başlamışam. gəlmişik, hə. İlk addımlarım da Elədir. oradaydı. Elə sənin də ilk Elədir. addımların lider görmüşəm. Yəni bir-birimizi Çox sütül, gənc vaxt. Hə. Amma yəni o vaxtı biz elə bilirdik ki, biz nələr eləyirik. Amma indi baxanda o vaxtki əl işlərimizə deyirəm ki, biz hələ nə qədər geridəydik yəni o vaxtı. İndiki dublyaj həqiqətən də Amma biz inkişaf o mərhələdə eləyib. keçməli idik. Sözsüz. Nəcibə xanımla belə bir söhbətimiz oldu. O Sözsüz də. ikinci mərhələdə. İkinci Hə. etap, onu biz yaşadıq və orada öyrənə gəldik bu günə. O Amma olmasaydı yenə də söz yox ki, Hələ də öyrənməli öyrənirik. çox şeyimiz var. Təbii ki. Bəli. Və süni intellektə gələndən sonra Allah xırmızı xeyir Süni eləsin. intellekt də elə canlı insan faktorundan keçir. Yəni orada aktyorun əgər iştirakı olmasa, rejissorun iştirakı olmasa, tərcümə olmasa, o süni intellekt elə öz başına əmələ gələn şey deyil ki. Hə, Rahat olma. Razıyam, yəni hər tərəfli. Uşaqlar, bir dənə də şeyi qeyd edeyim. Siz mənə təqdim eləyəndə bir nüansı gözdən Nəzərdən qaçırdınız. qaçırdı. Nəzərdən qaçırdınız. Aparıcı olmağı deyirsən. Bəli, əvvəllər aparıcı olmuşam. Həm də. Həm də və
icazə verirsinizsə, sizin verilişin formatını biraz dəyişin. Bu dəfə sualları mən verim. Ən azı heç Çox- olmasa hər həvəsə bir-iki sual. Ürəyin Çünki doludur. siz bu sahənin adamlarısınız. Çox xoş olar. Siz ikiniz də bu sahənin adamlarısınız. Siz dəvət eləyirsiniz, çox sağ olun, işıqlandırırsınız, tanıtdırırsınız aktyorları, bizi. Amma siz özünüz də bu sahəyə az can qoymamısınız, illərinizi sərf eləmisiniz, peşəkarlarısınız hər həvəs öz sahənizdə. Rejissor kimi də fəaliyyətiniz olub. Aktyor kimi də, səs rejissoru demədim, rejissor və aktyor kimi, prodüser kimi belə. Arada knopka basmışam. Prodüser kimi də Amma var elə fəaliyyətləriniz olub. aktyorlarımız səs rejissorluğunda bacarır. Hə. Var. Emin səndən başlayaq. Buyur. Sən də çoxu bilir, bilməyənlərə də, yəni biz deyək ki, sən Azəristar müsabiqəsindən, musiqi yarışmasından Rəylərdə çox yazılar o Hə, barədə. rəylərdə mən də görmüşəm. Emin deyir, hər şeylə məşğul oldu, bircə oxumaqdan başqa. Hə. Bax sən İkisi niyə də səs tələb eləyir. Onu sonra verərsən sualı. İkisi də səs tələb eləyir. Suallar Düzdürmü? qarşılıqlı olacaq. Yəni müğənni olanda da səslə işləyirsən, müğənniyə də səs lazımdır. Dublyaj aktyoru da sırf səslə Səs. işləyir. Hansı sözsüz ki, indi sən bu sahədəsənsə, bu sahəni yəqin ki, daha çox sevdiyinə görədir. Daha çox, amma hansı daha çətin gələrdi sənə? Yəni sənin üçün hansı çətindir, hansı asandır, hansından daha çox zövq alırsan? Bu vaxta qədər qonaqlarımızın heç biri bizə sual verməyib. Ənənə Mən fərqliyəm. ənənəni dəyişirsən Danışa-danışa fikirləşirəm. və hə qəribə bir belə həyəcan gəldi ki, mən özümü qonaq kimi hiss elədim. Çox sağ ol. Yəni yaxşı fikirdir, təklifdir. İkisi də çətin işdir. Ümumiyyətlə mənim fikrimi bilmək istəyirsinizsə, dünyada asan heç nə yoxdur. Heç bir sahə, Əhsən. peşə asan deyil. Nə vaxt sənə asan gəlir o? Yəni bir bal alacaqsan gəlir. Prosesə başlamamısansa asan gələ bilər. Əgər sən bunu sevirsənsə bu işi, inadkarsansa orada. Mən hələ də təəccüb edirəm ki, necə ola bilər 22 ildir 4 divar, studiya, mikrofon və orada ekrana baxa-baxa emosiyaları vermək, aktyorun hissini, həyəcanını yaşamaq və 22 ildə bundan bezməmək. İndi Emin daha çox nəğməkar aktyordur, yoxsa rol səsləndirən müğənni? Valla mən Kimdir Emin Nəsirli? Emin Nəsirli bu gün dublyajda səsləndirən bir aktyordur yəni. Yəni aktyor kimi Bəli, özünü daha mən- çox hiss eləyirsən. Çünki 22 il az Nəğməkar müddət aktyor deyil. deyək onda. Nəğməkarı da əgər əlavə edirsənsə, deməli Çünki sənin nəsə görmüsən, nəsə səndən hiss istifadə eləmisən, ola eləmişik, bilər. hətta bu səsindən yaxşı mənada. Mən artist deyərdim, çünki artist əslində yəni hər bütün tərəfli. bunların hamısını özündə cəmləyən bir ifadədir. Sadəcə Artist. birinə daha çox güc verirsən. Bu da sənin özünü komfortda hiss elədiyin bir sahədir. Ona görə mən bu neçə illərdir müğənniliklə yox, məhz dublyajla məşğul oldum. Onda nədənləri var, o xırda detallarda, ona varmaq istəməzdim. Ümumi kompleks şəkildə deyə bilərəm ki, sevgim, inadım və özümü komfortda hiss elədiyim sahə dublyaj olduğuna görə mən davam elədim. Və mən qeyd eləyərdim ki, nə yaxşı ki sən dublyajı davam elədin. Təşəkkür edirəm. Çox Onda razı gəlin olun. buradan bir Belə dənə keçid dəyərləndirirsən. eləyim. Bəs sən də müğənniliklə başlamısan. Mən bu yaxınlarda öyrənmişəm. Bəs necə oldu ki, sən də müğənniliklə başlayıb nəhayətdə bu sahəyə yönəldin? Hə, mən uşaqlıqdan arzum idi. Mən ASFZ-in vokal şöbəsini bitirmişəm. Sağ olsun Eldar Mansurovla da işbirliklərimiz olub, Faiq Ağayevlə da çoxdan olub, çoxdancı illərdə. Amma belə taley belə gətirdi, ailə qurduq, ailə problemləri falan imkan olmadı. Nəsə davam eləmədim. Uzaqlaşdın. Peşmançılıq oldu, amma indi həyatdır. Yəni belə lazımmış. Mən də özümü bu sahədə tapdım. Çünki onu da qeyd edim ki, mənim ümumiyyətlə dublaja gəlməyim, yəni tam təsadüfi olub. Mən dublyajda cizgi filmlərini səsləndirmək istəyirdim. İçimdə o potensial var idi. Deyirdim ki, səsimi oynada bilirəm cizgi filmlərini və o vaxt gəldim lidera. Sadəcə bildilər ki, mənim musiqi savadım var, musiqi duyumum var. Dedilər sən səs rejissoru kimi olursan, gördünüz? Gəlin belə eləyim, mən baxdım qeydlərimə. Dedim axı halal xoşunuz olsun. Yox, qeydləri eləyim, bilim də, Hə. artıq götürməyək. Siz dedilər ki, siz özünüzü ondan sonra sınayın səs rejissoru kimi. Sınadım,
gördüm ki yaxşı alınır. Onda o vaxt yadındadır yəqin ki Rövşən. Biz 3 nəfər otururduq, montajyor, montajçı, səs rejissoru, rejissor. 3 nəfər işləyirdi də. Və hətta belə iş prosesində rejissorlara da başladım müdaxilə eləmək işlərində, kömək eləməyə. Onlar mənə mətni qoyub, həvalə edib çıxıb gedirdilər. Gördüm ki, bu da Onlarda da məndə bu yaxşı lazım idi, alınır aha. və hə, aktyorlarla belə deyək də Ünsiyyət. ünsiyyət, aktyorlar da görəndə ki, qarşı tərəfdə onlardan nəsə ağıllı Düzgün- insan biraz pis çıxır. düzgün irad düzgün düzgün irad tutulanda, yönəldir. düzgün irad tutulanda onlar da razılaşır və ikinci dəfə uje sən irad tutanda çox Ujeləri çox 2 dənə işləyir. uje idi, eybi yox. Aha. Artıq. artıq. Hə, yəni ki, Belə. bilmirəm nə dərəcədə tam cavablandırdım. Hər kəs Yəni- dublaja bir sevgi ilə gəlir. Sən də bu Amma o fikirlə musiqi gəlmisən. sevgisi, nəğmə, müğənnilik hələ də içimdə qalıb. Onu da biz hətta bəzi işlərimizdə, filmlərdə, cizgi filmlərində çalışırıq da hardansa belə içimizdə. İndi də səsləndirirsən də. Yox, Bəli. rol səsləndirmək başqa. Mahnı oxumaq. Mahnı da oxumaq indi öz oxumuşuq məclislərimizdə səndən. demək kimi. Yəni filmlərdə filan Biz cizgi yadımdadır filmində biz bir o yerdə mahnı oxumuşduq. Kral Şirdə Kral Şirdə, orada deməli mahnı yeri var idi. Soundtrack idi yoxsa mahnı? İkimiz səndən bir yerdə orada duet ifa elədik. Ülviyə mənim üçün Nala burada ilə sözləri Simbanın dueti yazıb. idi. Biz bir növ Yadında Oxumaq qalsa istəyirsiniz ifadə indi onu? eləyərik. öyrəşmişik də bu vərəqdən oxumağa. Bizim hər işimiz dublyaj ümumiyyətlə tamaşaçılar, yəni bilənlər bilir, bilməyənlər də bilsinlər. Biz artıq bu vərəqdən asılı hala gəlmişik. Burada da mahnının Sən o musiqi. belə bir mahnı idi bu. İçimdəki hissləri bəyan edim gərək. Qorxuram ki, bundan sonra görsün məni görəcək. Dostum çox qapalıdır. Heç bilmirəm nədən. Amma onun kral olduğu görünür gözlərindən. Qəlbini sevgiyə aç. Çəkinmə heç nədən. Bu dünyaya sevginlə şəfəq saç, çıx zülmət gecədən. Cizgi filmlərini səsləndirmə eşqi ilə dublaja gəlirsən, ondan öncə müğənniliyinə məşğul olursan və bu aparıcılıq necə, hansı zamana təsadüf eləyir Ülviyə? Aparıcılıq bilmirəm yadınızdadır ya yox, siz gənc olarsınız. O vaxt Biz hələ də gəncik, yeri gəlmiş. Elə siz özünüz də ən azından mən sizdən böyüyəm də yaşda. O vaxt Biz sizi gənc kimi görürük. Vahid kanal var idi. Elan eləmişdilər kastinq aparıcılıq. Mən də onda Əsəv Zeynalda oxuyurdum. Keçdim müsabiqədən və aparıcı kimi fəaliyyətə başladım. hansı veriliş idi? Vahid kanalının verilişi idi. Biz Azərbaycan Dövlət kanalında bir efir vaxtı alınmışdı. Biz oradan çıxırdı. Sonra mən Olaylar İnformasiya Agentliyində müxbir kimi çalışdım. Bunlar hamısı gənc yaşlarımda, hələ televiziyaya gəlməmişdən qabaq. Və orada bizim xəbər bültenini ASTV-də səsləndirirdim. Xəbər aparıcısı kimi. Sizi İndi yadımda birləşdirən çox qalmaya dəyərlər bilər. var. Hə, indi yadımda qalmaya bilər, yəni ki, Nazim Zeynalov var idi ASTV-də. Gənclik redaksiyasının baş redaktoru idi. Dəvət eləmişdi. Onun brainring verilişi var idi. Çili teatrda gedirdi. O vaxt gənclər üçün veriliş vardı. Ora aparıcı kimi dəvət eləmişdi. Bəzən müğənni kimi də istifadə edirdim, mahnılarımı oxuyurdum orada. Yəni belə, amma mən Vahid kanalında işləyəndə həmin ərəfədə mənim kliplərim artıq yayımlanırdı efirdə və oranın rəhbərliyi mənə qadağa qoydu. Ya aparıcılıq, ya müğənnilik. Mən də fikirləşdim ki, o Nə vaxt dəxli var ki? Hə, yox, o vaxt onsuz da oxuyurdum. Bizdə heç Asəv Zeynalda da çox vokal müəllimlərimiz icazə vermirdi. Efirə çıxmağa. Efirə çıxmağa falan. Efirə çıxmağa icazə vermirdi və mən də elə qərara gəldim, bir müddət aparıcılıqla məşğul idim.
Yenə də hər şey belə. Və bunların hamısı kompleks şəkildə artıq bu gün səni formalaşdırdı. Dublyajda artıq illərini sərf eləmisən və burada daha məhsuldar olmusan. Yəni tamaşaçılar bəzən təbii ki, bəzi tamaşaçılardan söhbət gedir. Elə bilirlər ki, ancaq sırf aktyor kimi gəldi, səsləndirdi və yaxud da səs rejissoru ilə səs rejissorundan yələndi, bundan iş bitir. İnsan çoxşaxəli olmalıdır. Dublyajda ələxüsusda dublyajda çalışan insanlar həm musiqi duyumu olmalıdır, həm lazım gələndə onun diksiyası da gözəl olmalıdır. Bir aktyora hansısa vurğunu başa salanda fikrini çatdıra bilməlidir. Müəyyən qədər, tam da demirəm, savadı da olmalıdır. Və bu gün də sən onları özündə bu illər ərzində ehtiva eləmisən. Çox sağ olun. Amma uşaqlar, siz mövzudan yayındınız. Mən sual verirdim. Siz belə fırlandı söhbət, yenə mənə sual Arada verirsiniz. yenə də sən suallarınla. Buyur. Sənə növbəti sual. Birdən bir. Sən bu sahədə həm prodüserliklə məşğulsan, həm rejissor, həm də aktyor kimi, yəni 3 işi mükəmməl məncə yerinə yetirə bilirsən. Təşəkkür. Belə deyək, Rövşən prodüser, aktyor və rejissor. Hansı sənə daha yaxındır? Əslində mən teatr kinonu bitirdiyim üçün, teatr kino aktyorluq fakültəsini, aktyorluq yəni artıq adamın içindədir də, bunu istəyirsən. Rejissorluq, prodüserlik, hal-hazırda mən prodüser kimi özümü daha rahat hiss eləyirəm. Niyə daha rahat hiss eləyirəm və nə zaman özümü rahat hiss eləyirəm? Prodüser kimi qarşı tərəfdən istədiyim o tələbləri qoyub onu ala biləndə və cəlb elədiyim heyəti də razı salanda həm maddi, həm şərait baxımından prosesi onlar da rahat icra eləyəndə mən onda xoşbəxt oluram. Qaldı ki, prosesin içində də bəli, rejissor kimi də, aktyor kimi də fəaliyyət göstərirəm. Bəzən belə deyim, mən tərcüməçi tərəfdən də, səs rejissoru tərəfdən də, hətta rejissor tərəfdən də pis oluram ki, nəyə görə? Çünki aktyorlar səsləndirir, biz səsləndiririk və səhvi ilə, düzü ilə, yaxşısından, daha çox da yaxşısından tamaşaçı aktyoru görür və onu alqışlayır ki, gördünüz necə gözəl səsləndirdi, səs necə möhtəşəm idi. Artıq prodüser tərəfində özüm, yəni mənim öz komandama görə o qısqanclıq başlayır. Razıyam. Və pis oluram ki, axı bunun ortaya gəlməyində, bu məhsulun ortaya çıxmağında tək aktyorun əməyi yoxdur. Bu mətnin bu cür gözəl olmağında tərcüməçinin əməyi var, redaktorun əməyi var, səs rejissorunun mix prosesində o səsi o cür gözəl balanslaşdıran səs rejissorunun əməyi var filan. Yəni ona görə də əslində bu podkastda biz yavaş-yavaş artıq pərdə arxasında, əslində dublyaj aktyorları özü də pərdə arxasındadır, yəni qismən onları da istəyirik göstərir ki, tamaşaçılar bilsin ki, bu böyük bir kollektivin əməyidir. Yəni burada tək aktyorlar deyil. Düzdür, əslində təriflənən də, söylən də həmişə aktyor olur. Pis olanda da aktyor söyürlər. Bəzən heç aktyorun günahı olmadan. Çünki həqiqətən də olub ki, proses mənim öz başıma da gəlib. Mənə uyğun olmayan bir rolu sınağına gəlmişəm. Dövlət layihəsi olub, çox təəssüf ki, və sınaqda demişəm, bu rol mənə uyğun deyil. Mənim səsimə uyğun deyil. Deyirlər, sınaqda da səsləndir. İnanın ki, yola vermişəm ki, yəni onsuz da bunu qəbul eləməyəcəklər də, mən özümü öldürməklə deyil. Və təklif edirəm ki, filan aktyor var, onu çağırın. O səsləndirsə, bu mükəmməl alınacaq. Yox, sən səsləndir, baxarıq. Sadəcə həqiqətən də demişəm ki, onsuz da qəbul olunmayacaq, vaxt itirməyim, tez yola verim, çıxım. Zəng eləyiblər bir neçə həftədən sonra ki, gəl qanarara götür. Demişəm, nə qanarar? İnanın ki, yer yarılsa yerə girərdim də. Yəni o pulu götürməyə gəlmək istəmirdim ki, gəl, harda qalmısan, niyə gəlmirsən? Deyirəm, o qəbul oluna bilməz, axı uyğun deyil, mən özüm bilirəm nə eləmişəm orada. Yəni belə hallarda olub, yəni aktyordan asılı olmayan vəziyyətlər də olur,
sifarişçi istəyir ki, yox belə olsun. Sən bilirsən sənə uyğun deyil. Yoruşun bu rejissorun təsəvvürüdür, İnanın baxışıdır. ki, Bu təqdimat tək oldu. Mən həmin sən filmin aktyor kimi təqdimatına yaraşdırmaya getmədim. bilərsən, amma rejissor gözü ilə bu Emin, tamam başqa cür mən həmin görünür. filmin təqdimatına getmədim və sonra kino tənqidçilərimiz birinci səslənmədən tutmuş, çünki orada heç kim öz yerində deyildi. Səslənmədən tutmuş filmin vəziyyətinə qədər elə tənqid edildilər. Yəni mən onu artıq bilirdim də vəziyyət nə yerdədir. Yəni belə. Sən Onda özünü elə təsdiqlədin çıxır o ki, zaman. Uşaqlar, onda elə gəlin razılaşaq ki, dublyaj Rövşən qeyd elədiyi kimi komanda işidir, komanda işidir. Amma başda rejissorun düzgün seçimi dublyajın demək Əsas olar ki, məsələdir. 90% uğuru deməkdir. Kast Yəni filmin də əlbəttə hamısında. Elə indi biz kast dublyajla rol oynayır. məşğul olduğumuza görə mən sırf bu sahədən danışıram ki, rejissor düzgün seçim eləyəndə aktyoru düzgün öz Bəli. rolunda. Aktyor da özünü orada bax indi rusların dediyi kimi deyirlər, svoye tarelki deyirlər. Bəli. Özünü Öz boş o- qabında. öz qabında hiss eləyir ki, hə bax bu mənəm. Məndə də elə olub ki, məsəl üçün aktyora vermişəm, amma mən aktyorun potensialını dəvət eləyəndə axır illər öz sözünü deyirlər. Mən aktyoru bilirəm ki, mən bu aktyor mənə hansı səsləri, hansı intonasiyanı mən ondan ala bilərəm. Necə mənə bir dəfə sizdə verişdə dedilər, qan içən. Mən o qanı içib, yəni istədiyimi aktyordan bilirəm ki, ala biləcəmsə mən o aktyorun qanını içəcəm. Amma istədiyimi alacam. Və nəticədə olub da ki, aktyor deyir, Məcazi "Axı bu mən mənada." deyiləm. Axı mən bir dəfə Allahverdi müəllimi dəvət eləmişdi. Pierre Richard səsləndirdi. Bir komediya, fransız komediya filmi idi. Sonda mən xoşlayıram ki, aktyorlar öz obrazları ifa elədiyi mahnıları da ifa eləsinlər. Xoşum gəlir və bilirəm ki, Allahverdi mənim də zümzümə eləmək var. Yorulmuşdu. Filmin sonudur deyirəm ki, nə olar o cümlələri. Qızım mən müğənni deyiləm. Deyirəm ki, Allahverdi müəllim, valla siz ondan yaxşı oxuyursunuz. 2 cümlədən sonra deyirəm, Allah haqqı ondan da qəşəngdir. Görün, həvəsləndi. Bir gözəl film alındı. Mən özüm də sonra baxıb zövq alıram ki də. Sonra deyirəm, Allahverdi müəllim necə əsəbləşmişsiniz? Deyirsiniz, bu mən deyiləm, mən belə oxuya bilmərəm. Amma ondan da gözəl oxudu. Yəni rejissorun mən deyərdim ki, filmin uğuru 90% rejissordan asılıdır. Nə Təbii dərəcədə ki. də peşəkar aktyor olur olsun. Gəlin bax belə 200-ə də sual yönləndirim. İkinci sualda ha. Yox, 200-ə də aiddir də. Bu sahədəyik. Aktyor yəni güclü rejissor bərbad aktyorla işləyə bilər və yaxud da ki, filmin uğuru və uğursuzluğu kimdən asılıdır? Aktyordan yoxsa rejissordan? Aha. Bu kollektiv iş olduğu üçün əslində bir-birinə bağlıdır. Kollektiv işdir. Dediyin kimi, əgər rejissor kastı düz eləmədisə, artıq böyük bir səhvi buraxdı və bu yaxında bir dənə yüngül başımıza gəlib də belə hadisə. Deməli, kastı düz eləmədisə, artıq səhvi buraxıb və orada kontakt itir. Aktyorla kontakt itir. Artıq yerində deyil. Aktyor da səsləndirəcək. Onun bir texnika var da. Mənim səsim düşsə də, düşməsə də mən onu göstərə bilirəm, eləyə bilirəm. Texnikası var. Amma onun özü olmaq üçün gərək özünü tapasan. Düzdür. Düzdür ya yox? Ona görə də bunu məncə bir-birindən ayırmaq olmaz. Mən belə düşünürəm. Aha, mənə görə, yəni təbii ki, sizi təsdiqləyirəm. İşin başlanğıcı deməli, o daha əvvəlki prosesləri saymasaq, tərcümə redaktə artıq iş gəlir, bu yaradıcılıq prosesi. Rejissor düzgün seçim eləməlidir, bu bir mənalı şəkildə. Sonra mən hər dəfə söyləyirəm bizim əməkdaşlara da, həmkarlarımıza. Bu illər ərzində bir böyük ələnmə oldu. Bu işə sevgi ilə yanaşanlar qaldı, bu işə həqiqətən də can yandıranlar qaldı və bu gün addım-addım hər il, ildən ilə peşəkarlaşırlar öz töhfələri ilə. Və artıq bir neçə rejissor var ki, onlar rol seçimini də düzgün eləyirlər, aktyora motivasiyanı da düzgün verirlər. Bu belədir, bunu belə ver mənə, belə elə və bu sevindirici haldır. İşin 90%, rolların bölgüsü rejissor uğurlu eləyibsə, bu iş artıq uğurlu sayılır. Bayaq özün də qeyd elədin ki, Allahverdi müəllimə dedin ki, mahnını oxu. Bu hər rejissorun səbrinin çatacağı iş deyil. Hər rejissorun belə deyək, zaman ayırıb
öz enerjisini sərf eləyəcəyi iş deyil. Bu sevgidən irəli gəlir. O aktyoru da sən o hala gətirməlisən ki, o həqiqətən də oxumaq istəsin onu. Yoxsa belə təbii ki, hər kəs özü müstəqil şəkildə necəsə yazacaq. Var aktyorlar çox diqqətli şəkildə, hətta özlərinə rejissor şəklində baxırlar kənardan. Amma bu hamıya şamil olunmur. Bundan belə yenə də tək əldən səs çıxmaz. Mənə elə gəlir ki, aktyorlar məni öldürməsinlər. Güclü rejissor, yəni bunu bütün rejissorlarımıza şamil eləyirəm də, zəif, yəni orta aktyordan belə nəsə çıxarda bilər. Nəsə çıxarda bilər. Nəsə çıxarda söz bilər. yox. Amma rejissor zəif olsa, sən nə qədər peşəkar aktyor olursan ol, sənətini bil, sev, sən bilmirsən səndən nə tələb olunur. Çünki filmə rejissor baxır. O emosiyanı, o səhnəni, orada məsəl üçün şad bir səhnədir, sevindirici bir nəsə, zarafat yanı bir səhnədirmi, ciddi sifətlə deyir. Və mən bilirəm ki, növbəti səhnədə nə olacaq, nə gözləyir bizi və aktyoru yönləndiririk. Amma zəif rejissor, filmə belə barmaq arası yanaşan, gələcəm, hə, işimi görüm, çıxım, gedim. Mən hesab edirəm ki, o film uğurlu alınmayacaq. Artıq o rejissorlar yoxdur. Artıq o rejissorlar yoxdur. Şükür Allaha ki, yoxdur. Məsələn, demək istəyirəm ki, yəni amma yenə də komanda işidir. Mən yox, işə başlayanda biz bir xaos var idi. Məsələn, ora maaş üçün gələn insanlar var idi. Sadəcə olaraq gəldi. Və ya boşluğunu doldurmaq üçün. Bəli, gəldi, düyməni basdı, play, buyur. Sən də orada danışırsan, amma aktyor istəyir ona qulaq assınlar, onu dinləsinlər, yön versinlər. Bunu daha yaxşı mən ondan da yaxşı oxuya bilərəm, ondan da yaxşı emosiyanı verə bilərəm. Amma onun üçün fərqi yoxdur. Sadəcə yaz, informasiyanı ver, çıx get. Amma bugünün tələbləri başqadır və o tələblərə də uyğun artıq komanda formalaşıb. Bəli, bu hobbi kimi yanaşanlar, üzr istəyirəm ifadəmə görə, xaltura kimi yanaşanlar mən ətrafımda görmürəm. hə, şükür Allaha ki, ələndilər. Yoxdular. Var idi əvvəllər. Düzdür, hesaba yatmayan və istədiyini eləmək istəyənlər var, dəcəllik eləmək istəyənlər var, amma onları da qoymuruq da, şükür ki, onları da qoymuruq. Bax, elə icazə verirsənsə, növbəti sualı mən verim onda sənə. Özün dedin ki, Əzazil qan içən səs Mən demədim, mənə deyiblər. Sən təkrar elədin. Sənə deyiblər. Bunu deyənlər, söhbət kimdən gedir, bilinir. deyənlər. Bunu deyənlər səncə necə deyim ki, bu çıxmasın? Qan içəndən ki, bu nə ola bilər, deyə gəlsin. Bax, qan içmədi, buraxdıq ki, düyməni bastıq, bildiyini yaz. Hə. Ortaya nə məhsul çıxardacaq? Razıyam. Mən buradan aktyor yoldaşlarıma səslənmək istəyirəm. Çoxu bilir ki, mən iş prosesində o bəzən imkanları olsa qapıya yazıb yapışdırarlar ki, içəri girmək həyatınız üçün təhlükəlidir. Mən iş prosesində çox emosional oluram, əsəbi oluram, gərgin oluram. İstədiyimi almayınca aktyordan əl çəkmirəm. Əsəbi olduğunu görməmişəm. Emin təsdiqləyər. Rövşən də səndən çalışır. Biz çox Mən yox, əsəbi olmamısan. Hə, yox. Yox, əsəbi olmamısan. Səndən çox olmuyor. Emin qardaşımla demək olar ki, biz hər çəkilişdə mübahisə eləyirik, düzdür. Bunlar hamısı işə aid, hə, yaradıcıdır, bəli. Studiyadan çıxandan sonra elə bil hər şey qalır orada. Bizdə şəxsi münasibət çox hamı ilə mehribanlıq, çox yəni kinli insan deyiləm. Amma bir şey demək istəyirəm ki, mübahisə eləsək də, mən qanınızı içsəm də, əzizlərim, əgər siz həmin günü mənim studiyamdasınızsa, deməli dəyərlisiniz. Deməli sizin potensialınız var. Mən bunu görüb sizi dəvət eləmişəmsə və bilirəm ki, bunu ala biləcəm sizdən. Qanınızı içməmiş buraxmayacam. Amma dəvət eləmişəmsə, deməli dəyərlisiniz də. Yəni nəsə bacarırsınız bu sahədə. Yəni can yandırırsan işə. Təbii ki, bu başa düşülən. İkinci sual, iki dənə sual verim sən onu deyim. Bax, indi burada Rəhimin adı tez-tez sallanır, amma Rəhim tək deyil də, mən bilirəm. Hə, tək deyil, şikayət eləyənlər çoxdur. Bu şikayət eləyənlərin siyahısında sən özün bilirsən. Başqa kimlər də var, bilirsən ki, onlar da əslində bu fikirdə olan. Onlar da deyəndə ki, bir çox aktyorlar, hətta aktrisalarımız olub ki, sonradan biz söhbət eləyəndə biraz belə başqa bir mühitdə olanda deyirdi ki, yox, sən mənə əvvəllər çox incidirdin, çox qanımı içirdin, amma filan yer belə bir
mühitdə danışanda deyiblər ki, Ülviyə çox incidir. Mən demişəm ki, yox, o işini bilir. O bilir nə istəyir, ona görə də əl çəkmir də, almayınca əl çəkmir. Yəni biz necə belə deyim də, illər keçib, artıq hərə necə keçən dəfə Rəhim qardaşımız qeyd elədi, bütün əməkdaşlarımızın, səs rejissorlarımızın, rejissorların adını, kimin xasiyyəti necədir, kimdə mülayimdir ki, o demək deyil ki, onlar işlərinə laqeyd yanaşırlar. Yox, elə Qətiyyən. deyil, əlbəttə. Sadəcə mən emosional adamam. Adam var, əsəbini içində saxlayır, cilovlaya bilir özünü. Mən iş prosesində belə yəni emosiyalarla Nəzərə alsaq ki, sən qrafikində həm də çox sıxdır. Mənim qrafikim də çox sıxdır. Dəqiqələr belə və rol oynayır. mən studiya kompüter arxasına keçəndə mənim üçün zaman dayanır. Mən studiyadan çıxanda baxıram ki, saat 11-dən burdayam, saat gecə 11-dir. Və Amma üstəlik də birdən nəzərə yadıma alsaq düşür ki, ki, mən durub heç çörək yeməmişəm. Yəni o dərəcədə bağlı oluram da işimə. üstəlik Xəstəyəm. nəzərə Bu da bir alsaq ki, xəstəlikdir. bəziləri gecikmə xəstəliyinə tutulublar, onlar da var. Hə. Və O da olur və sabahlı istər-istəməz mənim o əsəbim orada da özünü göstərə bilər ki, eybi yoxdur. Yəni əsas mənim üçün nəticədir ki, biz nəticədə ortaya nə çıxarırıq, hansı bir işi çıxaracağıq da və o mükəmməl olmayınca mən o studiyadan çıxmıram, aktyoru da buraxmıram. Toqquşmaların da adətən elə özün kimi emosional olan aktyorlarla olurdu. Hə, amma yenə də deyim, o toqquşmalar hamısı iş prosesinə aiddir. Yəni şəxsi heç bir münasibət, yəni olub ki, əsəbləşmişik, özümüzdən çıxmışıq, qışqırmışıq. Bir-iki aktyorumuz da var, ad çəkməyəcəm, amma sonradan deyib mənə ki, sən orada elə qışqırırdın da, mən özümdən elə çıxdım, sən orada məni belə qışqırdın. Mən elə bildim ki, sən məni bəlkə bir ay dindirməzsən. 2 dəqiqədən sonra sən mənə, Mahir filan vaxt sənin gözün Mahir adımdan çıxdı. Yəni Mahir qardaşımız var idi. Onunla da olmuşdu. Həsərdə deyəsən işləyirdi. Yox, indi də işləyirik hamı ilə. Yəni bəlkə də Rövşən, bir dənə deyəsən səninlə sözləşməmişik. mən Yox, siz az işləmisiniz. Çünki Rövşən işləmişik də. biraz Yəni profilinin 50%-ni dəyişdi ona görə. Divarlar idi deyəsən, səhv eləmirəmsə filmin adı. Sənə elə yazığım gəldi, elə ürəyim ağrıdı. Divarlar. yükləmişdiniz məni. Mən Yox, yadımdadır ki, başroluydu. Hə də onu Amma deyirəm də. dayanmadan danışırdı özü Yükləmişdiniz, içkili, onu belə deyirəm. xırıltılı səslə. Dayanmadan da danışırdı, zənci idi də, səhv eləmirəmsə. mənim yadımdadır ki, Müslüm Gürsəsi yazmışdı Rövşən səndən. Yox, o Türk filmi yazmışdıq, amma bu Yadımdadır ki, Divarlar xarici orada filmi idi, xarici. qışqıra-qışqıra, Hə. savaşa-savaşa studiyadan keçirdim, Biz yazırdınız çox filmi. savaşmamışıq Öyle bir şey Rövşənlə, o qədər mən mübahisələrimiz onu deyirəm, mən bu olmayıb. prosesləri görməmişəm. Deyir əsəbi Hə, falan yox, qışqırma. olmayıb. Sadəcə Elə bir şey olmayıb. yadımda idi ki, dayanmadan orada pauzalar, fasilə, hamısına danışmaq lazım idi. Nə qədər danışdı yazım. Mən açığı Emin bilmirəm bu empatiya hissi qurmağa çalışıram və ya artıq qurulur o proses. Mən başa düşürəm ki, misal üçün bir filmdə 10 nəfər varsa, mən nə qədər çəkə bilər də mənim yerim? 5 saat. Lap olsun bütün günü. Səhər 10-dan axşam saat 5-ə kimi, 6-ya kimi. Olmur amma olsun. Amma bundan sonra həmin səs rejissoru məndən sonra 9 nəfərdən də işləyir və eyni filmi 10 dəfə görür. Hələ 10 dəfədən əvvəl də görüb baxır. Yaralı yerimə Yəni toxundu. izah edə bilirəm fikrimi. Mən bu gün onunla, yəni əsəblər gəriləndə gəlin bəlkə bir dənə fasilə eləyək, havaya çıxaq, kofe içək, çay içək. Yorulur da, səs də yorulur bəzən. Filan sakitləşək, rahat olaq, gedək. Yəni burdan elə başa düşülməsin. Biz bütün günümüz dava ilə keçir, elə olmur. Sadəcə ola bilər bəlkə Yaradıcı seçdiyimiz ifadələrdə. mübahisədir. Bu yaradıcı mübahisədir. Hər Teatrda da cümlənin olur, üstündə, hər sözün tamaşa üstündə. qurulanda da olur, çəkilişdə də olur. Kənardan amma elə Normal. bilirlər ki, Bir belə də Bunu rahat, belə düşündüyüm asan üçün işdir. çalışıram ki, o gərginlik olmasın. Çünki axı bir gündə ən azı 2 nəfər aktyorla işləyəcək həmin rejissor və mən onun enerjisinin hamısını sora bilmərəm. Və üstəlik deyir, məsəl üçün baş rolu mən səsləndirmişəm. Seçimlərdə də adətən rol üstünə düşəndə çalışırlar o güclü aktyora versinlər ki, işi dartsın aparsın. Yəni filmdə də belədir, teatrda da belədir. Qəhrəman filmi dartır aparır. Bir də var ki, qəhrəman aktyor o işi dartmır. Dartmayanda inan ki, yəni o prosesi mən də yaşamışam pult arxasında rejissor olaraq. Adamın bütün enerjisini soğurur və sən növbəti aktyora artıq çox əzilmiş halda. Bu da filmdən filmə dəyişir də. Hər filmdə bir aktyor baş rolu aparır. Üzr istəyirəm. Sən daha çox indi son vaxtlar rejissorluq fəaliyyətində olduğuna görə bunları daha belə deyək də dərindən hiss eləyirsən.
Doğrudan da elədi. Yox, Neçə dərindən dəfə hiss edəndə olub ki, mən deyir aktyorla- empatiya qururam ki, yəni rejissoru da başa düşmək Hə, yəni lazımdır. ki, o da Bəli. rejissor kimi fəaliyyət göstərdiyinə görə artıq bu problemləri, bu çətinlikləri bilir ki, biz nələrdən keçirik və mən də bəzən aktyora demək istəyirəm, belə deyək də Rövşən, hər rejissorun, hər səs rejissorun öz işləmə üslubu var. Mən filmə baxıram qabaqca. Bu serialdırsa, buna mütləq bir ay qabaqdan bilirəm ki, mən bu serialı uzun işləyəcəm. Mən ona bir ay qabaqdan baxıram ki, rol bölgüsünü düzgün eləyə bilim. Və mən hansı obrazı kimə belə bölüm ki, sabahları bir səhnədə bir-biri ilə toqquşmasınlar, dialoqları tutsun və neçə kişi, neçə qadın obrazı lazımdır mənə gələcəkdə. Buna qabaqcadan baxıram. Və bu oldu bir dəfə baxırıq. Yəni bu artıq və 10 nəfərlə işləyirəmsə, 11 nəfərlə işləyirəmsə, hər aktyorla yazanda gün ərzində o deməkdir ki, mən bu filmi artıq 10 dəfə baxıram. Minimum. Minimumda. Yəni və aktyora bəzən mübahisələr nədən irəli gəlir. Aktyora deyirsən ki, bu sözü bu vurğu ilə yox, bu vurğu ilə ver. Çünki bilirəm ki, növbəti səhnə nədir. Yəni biri var ki, filmdən ikimizin də xəbəri yoxdur. Gəlmişik, oturmuşuq. Hə, orada mübahisəyə yer var. Amma burada mən bu filmi əzbər bilirəm. Artıq obrazlarla doğmalaşmışam. Və kim hansı intonasiya ilə belə danışmalıdır, onu bilirəm ki, mən aktyordan nə istəyirəm. Və aktyor oturub mübahisə eləyən, yox, bəlkə burada bu mənada deyir. Onda əsəbləşirəm, qeyd edirəm, narahat olmursan. Artıq əsəbləşirəm ki, axı mən bilirəm söhbət nədən gedir. Nə olar? Mən istədiyimi ver, o bir səhnədə baxarsan. Hə, böyük mübahisələrdən sonra qayıdır, sən düz deyilmişsən. Orada hə, doğrudan beləymiş. Yo, təbii ki, aktyorun da müəyyən haqlı tərəfləri olur. Təbii sən də Sözsüz onu bu başa iş düşməlisən, prosesidir aktyor də, da iş səni başa prosesidir. düşməlidir. Bir də tamaşaçılar da xəbərdar olsunlar ki, biz böyük bir proses keçmişik də. Əvvəl tekstlər gəlirdi qarşımıza. Heç bir bölgü olmadan, yəni redaksiyası bərbad olurdu, tərcüməsi bərbad olurdu. Orada O mən ilkin təzə başlayan mərhələdə. Bəli, elə mən onları deyirəm. Son 5 ildə, 6 ildə düzəlib də bu Rövşən. Çox uzaq da keçmiş deyil. Razıyam. Məsələn, mən orada özüm rejissor kimi aktrisa ilə, aktyorla işləyəndə çox əzab vermişəm ona. Niyə? Çünki hələ iş o prosesi tam oturuşmamışdı yerinə. Halbuki bugün artıq prodüser kimi, rejissor kimi, redaktor kimi hər kəs öz işini bilir. Bölgülər olur, redaktor artıq yüksək səviyyədə və sadəcə aktyordan hiss-həyəcan tələb olunur. Amma onunla belə işini sevən aktyorlar da olub ki, nə qədər saxlayırsan, deyirsən ki, olar ki, bu sözü dəyişək cümlədə, o razılaşır. Amma insanlar, aktyorlar fərqlidir. Hər kəsin bir emosiyası var, hər kəsin bir xarakteri var. Burada ən əsası, dostlar, razılaşaq ki, qarşılıqlı anlaşmadır. Hər kəs bir-birini başa düşməlidir. Məsələn, mənim mübahisələrim olur rejissorlarla. Tutaq ki, mənə qəhrəman rol veriblər və bu sərkərdədir. Uzağa getməyə elə Məhmədin özünü yazıram. Bu Məhmədi yazanda sən belə deyək, qarşı tərəfi 3 gün obrazdan çıxmırsan. artıq neçə aydır biz onu yazırıq. Öz təbələrin kimi görürsən. Bu psixoloji məqamdır ya, Rövşən. Bunu tamaşaçılar da yəqin ki anlayar. Sanki ani olaraq sən özünü sərkərdə kimi hiss eləyirsən. Bunun başqa yolu da yoxdur. Yəni hiss eləməlisən. Filmin sonuna kimi Sonuna mənə kimi. qan utdurursan. Bu başqa yolu yoxdur. Əgər ki sən kənar səsləri eşitsən, nəsə sənə mane olsa, qıcıqlansan, sən obrazdan çıxmış olursan ki, bu məqamlar da olur. Məsələn, studiyaya kimsə gəlir, kənar bir insan gəlir, nəsə orada sual verir. Artıq fikrin getdi. Mən də sevirəm. Siz təsəvvür edin ki, o 4 divar arasında sən özünü dəfələrlə sizinlə söhbətimiz olub. Özünü sərkərdə kimi hiss eləməlisən, əmr verməlisən, qışqırmalısan böyük bir ərazidə, atın üstündə və bunu eləmək, belə deyək də, O hissləri vermək. Türkiyədən bir söz var, yasa dışı bir şeydir. Yəni bu artıq ağıl almaz bir şeydir. O qədər olmur. Qeyd eləyirəm. Bu- Bu söz kimi. iki dənəsində ağıl Bu bir almaz, ağlısı. vergidir. Yox, kök etibarı ilə eyni millətik, bir-birimizdən sözlər işlədirik və bu da məqbul sayılır. Nəzərə alsaq ki, Məhmədi yazıram. Bu qədər.
Belə. Mən deyərdim ki, bu mübahisəli vaxtlarımız daha çox olur iş prosesində, amma əvvəllər bu Emin qardaşımın dediyi kimi mətnlər bərbad gəlirdi, tərcümələr bərbad gəlirdi və mənim kimi bilmirəm necə deyim onu, vasvasımı deyim, tələbkarımı İşinə deyim, qan içənmi deyim adam həssas yanaşıram. həssas yanaşıram işimə və görürəm ki, bir dəqiqə deyəm, bu cümlə o deyil. Belə olmaz, bu bərbaddır, bu gülüncdür, bunu dəyişirik. Bu aktyor dayanır, obrazdan çıxır, cümlə dəyişir. Mən axırda filmin sonuna gələndə aktyor o qədər hövsələsiz olur və əsəbləşir ki, mən hər dəqiqə, mən bilmirəm mətnə görə saxlayım aktyoru, səhvi düzəldib, yoxsa onun o emosiyalarına görə, istədiyim emosiyanı almayanda saxlayıram. Aktyor axırda əsəbləşirdi ki, olmaz da belə mən hər Əslində belə baxanda o da artıq yorulur da, deyir, o da yorulur. Təbii ki. İndi tələb olunan sadəcə Düzgün emosiyalar. düzgün emosiya. Yəni mən ən azından mübahisə də eləsək, nə də eləsək mən bilirəm ki, mən işimi tələb edirəm, aktyor da işini bilir nə edəcək, nə etməyəcək. Və Mətn anında davası, mətn mübahisələri bəli, getmir ki, bu cümlə bərbaddır, belə deyil, mən bunu niyə dəyişməliyəm? anında hansısa sözdü ola bilər ki, tutaq ki, aktyorun dilinə yatmır, Da. onu an məsələsidir. Belə, Bəli. Dəyişə Bir də, bilər. mən tamaşaçılara səslənmək istəyərdim. Biz həqiqətən çox əziyyətlər çəkirik və bəzən olur ki, filmə baxmadan, indiki dublyajdan xəbəri olmayan insanlar axırıncı və soruşsan ki, nə vaxt Azərbaycan kanallarında filmə, seriala baxmısınız, yadlarında deyil, amma özüm də yəni şahid olmuşam belə bir səhnənin ki, danışanda bizdə dublyaj var, bizdə dublyaj yoxdur. Siz köhnədə qalmısınız əzizlərim. Mən özüm bu sahəyə sırf bu stereotipləri qırmaq üçün gəlmişəm. Mən bəyənmirdim heç vaxt bizim dublyajımızı. Demirəm ki, əvvəllər düzdür. Əvvəllərin tələbləri başqa idi, amma və tərcüməçilər, yenə də deyirəm, məktəb olmadığına görə hamı yavaş-yavaş puxtələşir bu Sadəcə sahədə. şartlar var idi. Məsələn, filan kəs yaxşı səsləndirir. İstedad var idi, Filan səs var tərcüməçi idi, yaxşıdır. amma əvvəllər 5 mikrofonla yazırdıq, amma əsl peşəkar dublyaj 1 mikrofonlandı. Amma indi məsəl üçün o vaxtın rejissorları olub ki, bəyənmirlər ki, yox, mən onu qəbul eləmirəm. 5 mikrofon bir-birinə emosiyanı ötürə bilir aktyor. Amma burada sünilik olacaq. Bəs biz burada nə üçünük? Rejissor nə üçün oturub? O süniliyi aktyor verməsin deyə mən burada ona bütün emosiyaların üzərində işləyirəm. Və bu boyda gərgin əziyyətdən, zəhmətdən sonra hardasa dublyaj haqqında mənfi rəy, sizdə cümlələr, hardasa 2-3 dənə cümlə eşidiblər, nə vaxtsa Eramızdan işlənilən. əvvəl. Onları indiyə kimi müzakirə eləyirlər. Çoxsu da belə deyək, klaviatura qəhrəmanları deyirlər. Sizə bir dənə gülməli bir hadisə yadıma düşüb. Bizdə bir kastinq elan eləmişdik Xəzər televiziyasında. Dalğa TV-də. Dalğa TV-də. Deməli, orada çox gənclər müraciət elədi. Aparıcılar da var idi. Bu barədə baxmışdım sizin verilişdə, danışmısınız ki, hətta aparıcı gözəl səsi ola bilər, amma aktyor kimi heç nə eləyə bilmir. Oldu bizdə elə uşaqlar və bir xanım var idi, adını unutmuşam. Gəldi, dedi ki, mən də bəyənmirəm indiki dublyajı, amma özümü sınamaq istəyərdim. Mikrofon arxasında 2 cümləni yan-yana düzə bilmədi. Çıxanda şəkil çəkdirdi, hamımız xatirə şəkli və sonra Facebookda taq elib yazdı ki, uşaqlar, mən bu gün özüm üçün yeni bir dünya kəşf elədim. Olan şeydir. Dublyaj həqiqətən başqa bir dünyaymış, başqa bir aləmdir, çətindir və mən başa düşdüm ki, mən divanda oturanda daha cəsarətli oluram. Bilsəydim divanımı da götürərdim özümlə. Yəni ki, kənardan, çox gözəl, gözəl demiş ki, bilsəydim divanımı da divanda oturub, kənarda oturub, müdaxilə eləmək, təhqir eləmək, bizi də qəbul olunmazdı əslində bu təhqir. Təhqir tərəfdarı deyiləm. Sözsüz ki, tənqid ola bilər. Tənqid ola bilər. Sağlam tənqid biz də başa düşürük ki, bircə biz bunu hamımız bilirik və tamaşaçılar da istəyirəm nəzərinə çatdırım ki, yoxdur bizdə bu məktəb. Biz hələ o addımları məktəb olmaya nəsə ortaya nəticə çıxarırıqsa, gəlin bir-birimizi baltalamayaq. Gəlin qol qanadımızı qırmayaq. O qədər olub ki, mənfi rəylər görəndə mən demişəm ki, çəkilmək istəyirəm də kənara. Bu sahədən getmək istəyirəm, amma bəzən də deyirəm axı mən illərimi buna vermişəm. Nə vaxtsa bəhrə verər yəqin ki.
Bizə Verir elə öz yaşanan o bəhrəsini. ümiddir də Hə, əslində. nə var? Yo, Amma əslində çox dostlar, əziyyət- bəhrəsini verir. Əziyyət çəkirik biz. E, Gecə saat neçəyə kimi oturur, hər cümlənin üstündə işləyirik ki, yox qoy bu ifadə Buna- gülünc səslənməsin. Dırnaqarası yanaşan insanlarla bərabər dəyərləndirən, həqiqətən də Var. burada zəhmətin olduğunu hiss eləyən Adekvat tamaşaçılar insanlar var da və çox, onlar da çox əlbəttə gözəl ki. rəylər yazırlar. Elə onların olsunlar. sayəsində də belə deyək, Biz varıq hələ ki. sahələrdə bəli, dirçəliş var. Günü-gündən də daha üzü yuxarı şəkildə Onlara da Razıyam, ayrıca təşəkkür razıyam. eləyirik. inkişaf edir. Bir dənə də Təşəkkür şey edirəm. qeyd eləyim. Əslində biz bu işin içində ola-ola, yəni nə qədər müsbət cəhətlərimizi desək də, çatışmayan, mənfi yox, çatışmayan kadr qıtlığı ilə bağlı kifayət qədər çatışmayan məqamlarımız var. Bunu bilirik. Amma indiki mərhələdə, indiki zamanda bilmirəm bu 3 il çəkəcək, 5 il çəkəcək, bəlkə 1 il çəkəcək. Bu o gün çatacaq ki, biz bu gün indi bu dəqiqə elədiyimiz söhbət bax gündəmə gələcək ki, bu səslər bizə lazımdır. Bu cür aktyorlar bizə lazımdır. O gün gələcək. Bilmirəm nə qədər vaxta gələcək. Amma bir şeydə əminəm ki, o həmin o kütləvi dublyaj, kinoteatr dublyajı, yəni bir kino kanalı açılsa ki, Platformalar. orada, bəli, artıq bütün filmlər Azərbaycan dilində olmalıdır. İnanın ki, o gün gələndə biz bu gün həmin o uşaq səslərini artıq yetişdirməyə başlayacağıq, axtaracağıq. Çünki bizdə ki, o qədər dərnək yoxdur ki, biz oradan istədiyimiz uşaqları tapaq, hazır kadrları tapaq. Demirəm 100% eləsin, amma heç olmasa bir 40% bacarığı olsun ki, mən də bunun 60% üstünə qoyum, 100%-ə gətirim. Hər şey ehtiyacdan, tələbatdan yaranır. Bəli, təəssüf ki, o tələbat yoxdur. Bu tələbat da, ehtiyac da dediyin kimi kinoteatrlardan, TV kanallarından, platformalardan keçir. Biz də o zamanı gözləyirik. İnşallah elə üzü ona gedir. Çünki bizim insanlar öz dilində filmləri, cizgi filmlərini, sənədli filmləri səviyyəli şəkildə baxıb eşitmək istəyirlər və bu bir ehtiyacdır. Düşünəndə ki, biz bu illərimizi nə üçün sərf eləmişik və bizdən sonra nə olacaq? Kim olacaq? Bunlar fikirləşəndə çox istəyərdim ki, məsəl üçün bir məktəblər yaradılsın ki, bu bizim davamçılar olsun, bu sahə batmasın, daha da inkişaf eləsin. Necə deyim, gənclər bu rejissorluqla, dublyaj rejissorluğu ilə, səs rejissorluğu ilə, ümumiyyətlə aktyorluqla var, həvəsdə olanlar var. Amma bu çox çətin peşədir. Kənardan bilirsiniz necədir? Səs tembrına qalsa mənim də səs tembrim var. Amma film səsləndirmək tamam bir başqa aləmdir. Yəni orada səsdən də əlavə biraz o istedad, o aktyorluq bacarığı və bir də bəzən aktyorlar xalq artistləri belə müraciət eləyib. Özünüz də şahidi olmusunuz ki, bu dublaja gəliblər, amma qulaqlığı qoyub çıxıblar ki, bu mənlik deyil. Çünki o demək deyil ki, o adam istedadsızdır. Əsla. Zalı tamaşaçılarla doldurub anşlaq tamaşalar verə bilər, amma dublyajda iki cümləni yan-yana deyə bilmir adam. Yəqin bu da seçilmişlərdir də. Bu sahədə olanlar seçilmişlərdir. Yəni bu sahənin seçilmişləri. Və bəli, bu sahənin onlar da öz sahəsində seçilmişdir. Amma o demək deyir ki, yenə də deyirəm ki, bu aktyor istedadsızdır, sadəcə dublyaj üçün. Hətta mikrofon o qədər həssasdır dublyajda. Yəni dublyajın özü o qədər həssas sahədir ki, çox bəzən bilinməyən qüsurları belə eşitmək olur. Bilmirəm indi bu mənim qulağımdır, yoxsa ki mikrofon bütün eyibləri çıxardır. Bütün eyibləri çıxardır. Bir də mən deyərdim ki, tamaşaçı da çox həssasdır. Ən ucqar kənddə, hansısa bir ucqar kənddə bir xanım, yaxud da bir kənd sakini filmə baxanda süyniliyi hiss eləyir. İfadə eləyə bilməyə bilər, amma o süyniliyi hiss eləyib çevirəcək kanalı. Yəni bu dublyaj, bu kino ki var, çox qəliz məsələdir. Ulə, özün də araşdırırsan, hərdən söhbətlərimiz olur səndən. Düzdür, bizdə indi bunun məktəbi və yaxud da belə deyək də bir kurs kimi, peşəkar kurs kimi heç bir yerdə fəaliyyət yoxdur. Sadəcə İncəsənət Universitetində səhnə danışıqdır. Hamımız səhnə danışığı keçmişik. Amma bu sadəcə qaydalardır, düzgün diksiyadır, emosiya, orada hansısa xarakter yaratmaq bizə həvalə olunmur. Biz elə sən demiş
özümüz püxtələşdik bu işin içində. Ona görə də bu sahənin davamçıları olmalıdır. Bu bilmirəm Nazirlik tərəfdənmi bizə bir diqqət yetirilsin, məktəb, dublyaj Yox, məktəbi. keçən dəfə qeyd etdik, orada magistr şöbəsində bir kurs kimi açılır. Yarım semestr deyirsən. Yarım semestr. Söhbəti nəyə gətirirəm? Araşdırmaların çoxdur, o qədər sevgim var ki bu işə. Hətta tərcüməçilər, redaktorlar bizdən belə də dublyaj çox. tərcüməçisi fərqli Fərqlidir. olmalıdır. Bəli. Bizdən də çox araşdırırsan. Yəni mən deyərdim ki, çox bağlısan bu işə. Mən O sevgini mən sənin görmüşəm. master-klasslara çox baxıram. Master klasslardan söz düşmüşkən elə onu sual verəcəydim ki, hansı master klasslara baxırsan və orada nələr deyirlər? Bax, yəqin ki, Türkiyə, Rusiyadan söhbət gedir. Hə, Strelkovun master klasslarına baxıram. Çox məşhur dublyaj aktyorudur. Və çox maraqlı, bilmədiyim, bildiklərim də maraqlıdır. Bilmədiklərimi də baxıb öyrənirəm. Mənim üçün də Yəni, maraqlıdır. bir çox- Nə deyir, necə yanaşmaq lazımdır, mikrofonla necə davranmaq lazımdır. Baxmayaraq Hə, ki, biz orada illərimizi çox- sərf eləmişik, amma onlar da peşəkardır. Hə, onlar da çox peşəkardır. Bəzən məsəl üçün mən bilmədiyim şeylər o idi ki, aktyor pıçıltı ilə səhnə eşidirsə, heç vaxt həmin tonda pıçıltı verməməlidir. Ondan bir ton yuxarı danışmalıdır. Amma mən aktyordan Şərtliyi var tələb da. eləyəndə ki, niyə elə öldürdün deyir, o mənə nə verir, mən də onu yox. Onlar tələb edir ki, yəni məktəb budur. Bunu öyrəndikcə deyirlər, ha, baxırıq, bu texnika. texnikası. Yəni ki, İşin sən texniki pıçıltı tərəfidir. eşidirsənsə, ondan bir ton yuxarı verəcəksən, mikrofon özü onu tənzimləyəcək. Çünki o mikrofonda da səs boğuculuq var da, belə deyək. Pıçıltı biraz da öldürür. O montajda falan çox problemlər yaradır. Narahat olma. Sən fikrini tamamla. Və yəni demək istəyirəm ki, indi sadalamaqla yadıma düşməyəcək də. Mən baxanda bir çox şeylər öyrəndim. Və hələ də davam edirəm. Hətta onların kursları belə var. Ora Bir ara deyəsən qeydiyyatdan istədin. keçdim. Yox, İstədin keçmişəm, gedəsən cavab orada gözləyirəm. bir Çox dərs istəyirəm alasan. cavab gəlsə, 3 aylıq kursları var, icazə versəydilər, gedib yəni ən azından mənim özümə maraqlıdır bu sahə. Əslində vacibdir Rövşən. Yəni bizim Məncə də vacibdir. dünya praktikası ilə bir belə deyək də əlaqələr qurmaq, bizim bilmədiklərimizi öyrənmək. Məsələn, bu yaxınlarda deməli Türkiyədən bir heyət gəlmişdi. Elə sənin yanına gəlmişlər də. Bəli, Mehmeti bu Məhməd. yazırdıq. Deyəsən baxdılar oradan bir Çox parçaya. bəyəndilər. Nə dedilər? Onlara maraqlı idi. Baş qəhrəmanı kim səsləndirib? Qulaq asdırdım sənin səsini və Çandarlı Xəlil Paşanın sədrəzəmi, Məhmədin sədrəzəminin, Sultan Məhmədin. Orada da xarakterik bir obrazdı, xırıltılı. Elşən Rüstəmov sağ olsun onu çox gözəl canlandırıb. Onlar yəni şok oldular. Onlar dedi sizi qucaqlayım, bağrıma basa bilirmiyim? Yəni qucaqladı. Çox təbii, çox. Hətta mən bu serialdan qabaq Əbdülhəmid serialını işləyirdim. Bu sahəyə çox həssas yanaşdığıma görə İzmirdə belə olanda mən bir studiya tapdım, bir rejissorla tanış oldum. Biləndə ki, mən dublyaj sahəsində işləyirəm, ona da çox maraqlı gəldi. Barış Manço kitabını mənə hədiyyə elədi və mən ona dublyajımızdan danışdım. Bilmirdi, tanışlığı yox idi və səhnəni göstərdim, bir səhnəni, Əbdülhəmidin monoloqunu. Çox bəyəndi, deyir, nasıl da doğal, çox təbii, çox deyirəm ki, hə, biz belə dublyaj eləyirik. Onlara həm də bizim Çox bəyəndilər. türkçəmiz şirin gəlir. Onlar Bəyəndilər. həmişə Hətta deyirlər sinxrona ki, belə məətəl qaldılar. Bəli. Bu Məhmədə də gəlib baxanlar dedilər ki, necə sanki Məhməd konuşuyor Azəricə. çünki onlar həmişə söyləyirlər ki, bizim əski türkçəmiz, Azərbaycan türkçəsi. Ona görə bu avazı, bu ahəngdə o türkçəni eşitmək də bir başqa zövq verir onlara. Uşaqlar, indi onlar bir dənə də mən sual verim də. Bax yenə də ikimizə yönləndirim. Nəsə dedim ya. Yo. Sən Yo. bir dənə də. Gəlin səmimi cavab verək də. Keyfiyyəti zamana qurban vermisiniz? Fikrim çatdı. Mənə çatdı. Mən istədim bayaq bu məqama toxunum. Deməli, nə vaxt olub bu keyfiyyəti zamana qurban vermək? Əgər sualı səhv başa düşdümsə düzəldərsən. Həmin o ikinci etap mərhələ dediyimiz məqamda biz 2 saat bu studiyada olmalıyıq. Buradan çıxırdıq, gedirdik başqa bir yerə Düz başa düşürsən. və həmin dövrdə bir neçə aktyor 3 nəfərdən, 2 nəfərdən səsləndirdiyimiz vaxtlar idi, pirat filmləri idi.
studiyanın da planı böyük idi. Yəni onların da marağındaydı ki, yəni bu qədər vaxtda bunu çatdırmalıyıq. Yəni həqiqətən də sağ qalma uğrunda mübarizə idi. Zəif ələnirdi. Bunun başqa bir variantı yox idi. Sürətə cavab verməli idin. O mərhələdə Emin maşallah olsun, yəni ondan çox şey öyrənirdi. Sən də heç geri qalmırdın. Pulemyot kimi idi. Yox, yəni belə Eminə baxa-baxa misal üçün ayaqlaşmağa Röşən, çalışırdım. amma bu o demək deyil ki, biz keyfiyyəti zamana qurban vermişik. Yox, bax, Sadəcə başqa şey olaraq demək orada sürət var idi. Bizdən tələb olunan nə idi? İnformasiyanı vermək. Hardasa qurban veririk Baxın, çünki o dövrdə mən acı da olsa bunu boynuma almalıyam. Yəni məncə bunu danmaq riyakarlıq olar mən tərəfdən. Bəli, olub. Pul dalınca qaçmışıq. Mən bu pulu bu sahədə qazanmalıyam. Burada kompüter problemi olub. Burada səs rejissoru yox deyir ki, mən fasilə eləyim, nə fasilə vaxtıdır. Biz bitirməliyik, mənim vaxtım bitir, mən getməliyəm. Bu məqamlarımızda olurdu və bu niyə olurdu? Baxın, bu sualı mən özümə vermişəm. Mən axı bu mənim beynimə gələ bilməzdi. Mən o xarakterdə insan deyiləm. Mən gələndə üzr istəyirəm, amma demirəm hamısına aiddir. Özümdən əvvəl gələn böyüklərdə bunu görmüşdüm deyə, hələ mən təzə idim, səsimi çıxartmırdım, sakit dayanırdım. Məndən əvvəl gələn böyüklər bunu elədiyi üçün artıq mən də formalaşanda istər-istəməz özünü tapmağa çalışdığın an olur. Misal üçün kiməsə oxşadırsan, Konveyer ondan üsulu öyrənirsən. deyək. Bəli, o konveyer üsulunda bir an gəldi ki, hətta Allah rəhmət eləsin, Kamilə Məcidova. Allah rəhmət Onunla eləsin. bəzən mübahisələrimiz düşürdü rejissor kimi. Sən deyirsən, məsələn, o dövrün mənim üçün qan içən rejissoru idi. O qədər şeylər tələb eləyirdi. Deyirdim Kamilə xanım, vallah buna baxan olmayacaq. Yəni bu özümüzü öldürüləcək bir material deyil də. Bunu eləməyək başıma də. gəlib. Bunu eləməyək. Bir dəfə cizgi film idi. Mənə döndü dedi ki, Rövşən, mənim uşağım təzə olmuşdu. Deməli dedi ki, sən çox sağ olun sizinkilərdə. Dedi ki, gün gələcək sənin uşağın bu cizgi filminə baxanda sən belə yazdığın üçün utanacaqsan. Mən də söz altda qalmayım deyə, çox cavan idim, 23-24 yaşım var idi. Mən də söz altda qalmayım deyə dedim ki, mənim uşağım böyüyəndə artıq bu cizgi filmləri efirdə göstərilməyəcək. Bəli. Düz demisən. Başa düşürəm, amma onun cavabı daha möhtəşəm oldu. Dedi Rövşən, o illər gələndə mən bilmirəm harda olacağam, amma sən elə bir yerdə olacaqsan ki, yenə də bu gün bunu bu cür yazmamağına görə utanacaqsan. Bəli. O söz məni o qədər təsir elədi. Dedim ki, istədiyiniz alınana qədər yazaq. Axır ki alındı, yazdıq. Necə deyim, yəni yada düşəndə, yəni hər dövrün bir Allah rəhmət mərhələsi olur da. Adam yada salanda utandığı Görürsən hansısa bir ki, hərəkətə görə həqiqət. utandığı məqamlar da Bu var. həqiqət. Amma çox şükür ki, elə bir an gəldi ki, bilmirəm, onda ayıldıq. Mən o məqamlara toxunmaq istəmirəm, nə vaxt ayıldığım məqama. Ondan sonra özümə söz verdim ki, mən nə eləyirəmsə, eybi yox, gedə bilməyəcəm ora, gedə bilməyəcəm. Amma mən bunu tam mükəmməl şəkildə eləyib belə çıxmalıyam. Mənsə mənim baxış bucağım fərqlidir. Tələb və təklif var. Bizdən tələb olunan. Bir daha qeyd edirəm. Biz sadəcə orada informasiya verməli idik, azca münasibət bildirməli idik rola. Buna görə mən keyfiyyəti zamana qurban vermiş sayılmıram. Məndən nə tələb olunubsa, mən onu icra eləmişəm. Bugünkü tələbat əgər sinxron dublyajdısa, hiss həyəcandırsa, xarici səsi, ingilis səsinin alınması və Azərbaycanın önə çıxmasıdırsa, mən aktyorun bütün nüanslarını eləməliyəmsə, bu gün məndən bu tələb olunur. Mən onun məsuliyyətini çəkirəm və yenə də keyfiyyəti zamana qurban vermirəm. Bu ana görə dəyişib. Və keçmişdə də elədiyim heç bir işə görə çəkinmirəm, utanmıram. Niyə? Çünki bu mənəm. Ola bilər orada qeyri-peşəkaram, ola bilər yox, dəqiq şəkildə. Biz birdən-birə gəlib peşəkarlaşmamışıq. Hələ də bir daha altını vurğulayaq ki, peşəkarlaşmaq üçün, daha da kamilləşmək üçün hələ bizim yolumuz uzundur. Bundan sonra da öyrənməliyik və həm də öyrətməliyik. Bayaq sual verdin ki, bu master klasslarda nə görürsən? Mən görürəm ki, nə qədər peşəkar aktyorlar olsun, neçə ilin peşəkarları filmə baxırlar
mənimsəyirlər bütün nəfəsini, duyğusunu, bütün emosiyaları və yazırlar. Hətta bəzən sınaq kimi ilk kadrı yazırlar. Bəli. Yoxlamaq üçün əgər rejissor tərəfindən qəbul olunursa, bunlar yenə də onu Mən üzr istəyirəm, buna müdaxilə etməyə məcburam. sadəcə bizdə vaxt, bax yenə də gəlirəm bu vaxta qurban vermək söhbəti var ki, amma yenə də biz baxmadan maşallah peşəkar aktyorlarsınız hamınız, baxmadan yazırıq, mükəmməl bir nəticə əldə edirik, amma yenə də hardasa qurban veririk vaxta İcazə keyfiyyəti, versən çünki mən ondan da razılaşmayım. mükəmməl eləyə Bax, bilərik. razıyam, onunla razıyam, amma razılaşmadığım məqamı deyim. Dediyin həmin o master klasslara, məsələn, verilişlərə də mən də baxıram, daha çox ruslara baxıram. Deməli, onlarda verilişlər qabağıma daha çox çıxdığı üçün. Dublyajın 3 formasını qeyd eləyirlər. Və biz hal-hazırda işlədiyimiz forma ikinci formasıdır. Yəni sən dediyin məqamlar o ən son, ən mükəmməl versiyada olur ki, kinoteatr materiallarında olur. Amma televiziya, konver materiallarda inan ki, yəni onlardan bir zərrə qədər geri qalmırıq. Həmin say da bizdə var, həmin iş də bizdə var. Sən dediyin formada işləmək üçün artıq kinoteatr materialı olanda biz 10 nəfərdən yox, 11 nəfərdən yox, artıq 35 20 minimumda, yəni 35-40 onun kütləvi səhnələrini yazanlar başqadır, qurğurlar deyirlər. Qəhrəman ümumiyyətlə başqa bir obraz yazmır. Yəni o mərhələ başqadır. Onlarda da onlar mərhələyə bölünüb, məbləğlər də mərhələyə bölünür və hətta mən deyərdim ki, elə aktyorlar var ki, kinoteatr mərhələsində onlar heç ora gəlib çata bilmirlər. Onlar ancaq qalırlar konveyer. Elə bizim kimi türk seriallarının dublyajından məşğuldurlar və ya Latin Amerika seriallarının kanalları üçün. Mən ona görə qeyd eləyirəm ki, yəni biz hələ bu yəni keyfiyyəti mənim fikrimcə qurban veririksə də, yenə də Biz yəni vermirik. Keyfiyyəti öldürmürük o dərəcədə. Biz bu dəqiqə vermirik. Bu ikinci televiziya materialı sənin dediyin veririksə, inanın ki, televiziyanın özündən də tələb bizdən çoxdur. Həddindən artıq çoxdur. Elə deyil, yoxsa yəni indi sən də istəyirsən. Hər halda düşünürəm ki, bu son illər ərzində bunu tamaşaçılar da hiss eləyir. Təbii ki, dəyər verən tamaşaçılardan söhbət gedir. Dublyajda gözə çarpacaq dəyişikliklər, yəni inkişafa doğru dəyişikliklər var və burada səbəb olan səbəbkarlar, işinə can yandıran həmkarlarımız var. Və bundan sonra da təbii ki, biz əlimizdən gələni eləyəcəyik ki, günü-gündən inkişaf eləyək. Və çox sağ ol gəldiyinə görə Ülviyə. Siz sağ olun dəvətinizə görə. Xoş gəldin və xoşda oldu gedirsən. Sizi görmək çox Çox sağ sağ ol. olun. Hamınıza uğurlar. Sağ ol. Sağ olun dostlar.